11 iyun 2025-ci il. Dostlar, bir vacib xəbəri diqqətinizə çatdırıram. Burada üstəgəl işarəsi var. Zəhmət olmasa 1 saniyə vaxtınız gedəcək. Bir dəfə vurmaqla ən son dəqiqə xəbərlərindən, vacib xəbərlərdən bizdən məlumat almış olacaqsınız. Demək, Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilə bilər. Bu barədə Rusiyanın Daxili İşlər Naziri danışıb. Görək nazir nə deyib? Deyib ki, işdən qovulan, eləcə də universitetdən xaric edilən, barmaq izi məlumatlarını təqdim etməyən şəxslər ölkə ərazisini tərk etməlidir. Konkret olaraq işini itirən, universitetdən xaric edilən, rus dilini öyrənməyən və Rusiya cəmiyyətinə fayda gətirməyən şəxslər ölkəmizi tərk etməlidir deyib. Onu da bildirək ki, dəyərli izləyicilər, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minib. Bu tədbirlər çərçivəsində qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözü gedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur. Sözü gedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər. Bununla yanaşı 2025-ci ilin yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin ondan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirilməsinə qadağa qoyulub. Onu da bildirək ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 42,2 mindən bir qədər çox təşkil edib.